Bir dənə bir şey soruşum mən. Pişikdə nə qədərdir xromosom sayı? Pişikdə səhv eləmirəmsə 38 idi. Tamam. Hə, biraz sürətləndirəcəm bundan sonrasını. Gərək seleksiya ilə biotexnologiyanı da soruşum. Cədvələ baxdınız, qane elədi, yoxsa necə? Necə? Bizim imtahana qədərki planlaşdırmamızı yazıb göndərdim və dünən elə deyildi. Ha, bəli, yaxşı idi. Hə, bəli, əla idi mənim. Tamam. Baxmamışam heç. Mən baxdım, heç də başa düşmədim amma. Hansı tarixdə tapşırığımız nə olacaq, onu qeyd eləmişəm. Yəni, belə deyək də, kimsə dərsdə iştirak eləməsə, qoşulmasa, sonra deməsin ki, mən bilmirdim, tapşırıq nə idi, müəllim nə vermişdi. Onun üçün bütün tarixləri ayrıca qeyd edib yazmışam. Orada illər yazdığım, ola bilər bəlkə də onu başa düşməmisən, 2019, 20, 21, 22, 23 saat. Həmin illərdə keçirilən 2 dənə qəbul imtahanı, bir dənə sınaq, bir dənə də abituriyent jurnalındakı model suallar. Yəni 4 dənə testi biz həmin tarixlərdə işləyərik. Və həftədə bir dəfə sizə dərs zamanı test müzakirəsi təşkil edəcəm. Yəni, belə yazmaq, əslində yazırdıq, həmişə yoxlayırdıq. Şimdi sadəcə indi online'dır deyənə, onsuz da belə dərs zamanı yaz, dərsdən qabaq yaz, elə də fərqi yoxdur. Düşündüm ki, məsələn, tutaq ki, 30 dənə sualdır, 5 nəfər iştirakçı olsa, hərənizə 6-6 sualları izahlı şəkildə deməyinizi sizdən istəyəcəm. Və yəni belə deyək də, həftədə bir dəfə biz izahlı şəkildə, yəni belə deyək ki, sizdən test izahı götürəcəyik. Hə, axırıncı da yazmışam da dərsliyə nəzər və orada ayın 28-ci civarlarında Qurban Bayramı ərəfələrində 5 günlük tətil olur. Onu əlavə, yəni tarixi yazmamışam, çünki hələ qərarlaşdırmamışıq. Yəni, sizlə məsləhət edib, orada bir gün əlavə salarıq və 2025-in testini orada işləyərik. Qalan ayın 31-i ilə ayın 2-sində ümumi təkrar olacaq, yəni 2 dərs. Axırıncı dərsimizdə də dərsliyə nəzər edərik. Yəni, orada küncdə, bucaqda fikrimizdən yayılan şeylər varsa, onları yadımıza salarıq. Davam edək. Nuru, buradasan? Nuru? Bəli, mən buradayım. Hə, bayaqları biz sənlə şey eləyirdik də, müzakirə eləyirdik, vaxtımız bitdi. Morganın apardığı həmin təcrübədə faizlər oldu, dedik 41.5, 41.5, 8.5, 8.5. 41.5-lər valideynlərə oxşar əlamətlər, 8.5-lər isə valideynlərdən fərqli əlamətlər idi. Bunun baş verməsinin səbəbi nə idi? Yəni, birinci sual belədir ki, nəyə görə bərabər nisbətdə parçalanma baş vermədi? İkincisi, nəyə görə belə deyək ki, valideynlərdən fərqli əlamətlər də ortaya çıxdı? Crossover'in olmasıydı. Birinci, yəni fərqli əlamətlərin yaranması səbəbi. Birinci sual oydu ki, niyə görə 25% olmadı? Ona görə deyirsən crossover'in olması, yoxsa bu ikinci sualın cavabıdır? Yəni, genlər ilişkili olduğuna görə, yəni 25-25'e paylanmamışdı. Həm də ki, yeni əlamət fərdlərində yaranmasının səbəbi crossover'in olmasıydı. Bəli. Qeyri-alel genlər eyni homoloji xromosomda yerləşdiyinə görə parçalanma bərabər nisbətdə olmadı. Əslində yalnızca valideynlərə oxşar olan, yəni valideynlərin əlamətləri üzə çıxmalı idi.
Amma onlardan fərqli əlamətlərdə 8,5, 8,5, yəni ümumilikdə 17%-ə çıxdı və onun səbəbi isə Krasingoverin olması idi. Və həmin o təcrübədə Nuhru A və B genləri arasındakı məsafə neçəyə bərabər idi? Elə şey vardı ki, Var idi deyəndə, yəni o əmələ gəlmə faizinə görə onu müəyyən edirik də. bilmirəm. Kim deyə bilər? Cavab belədir ki, Morganın drozofil milçəyi üzərində apardığı həmin təcrübədə ki, valideynə oxşar əlamətlər 41,5, 41,5, valideynlərdən fərqli əlamətlər 8,5, 8,5% əmələ gəlmişdi. Onun səbəbi genlər arasındakı məsafənin neçə morganoid olması idi. Heç kim bilmir. Krasingoverin baş vermə ehtimalı nədən asılıdır? Şahidə. Bilemiyorum. Şimdi belə sual verdiniz. Aynen bu sizin bir ara 2N teması demişsiniz. Bəlkə ondan asıdır. Məsafə artanda Krasingover ehtimalı da artırdı. Krasingoverli əlamətlər neçə faiz idi? 17. 17. Deməli, 17 məsafədə idi. 17-dir də. Qeyri-alel genlər arasındakı məsafə Krasingoverlə düz mütənasibdir. Yəni, məsafə 17 morganoid idisə, Krasingoverli qamətlərdən əmələ gələn fərdlərdə 17% olacaq. Onu bildirik. Tamam. Davam edirik sürətli şəkildə. Pərvanə ilə davam edirik. Pərvanə buradayıq. Bəli, müəllim. İlişikli gen qruplarının sayı nəyə bərabərdir? İlişikli gen qrupları Bəli. ım, Sayı nəyə bərabərdir? haploid dəsti xromosomlara Aha, haploid dəstə olan xromosomların sayına bərabərdir. sayına bərabər. Yaxşı. Pomidor bitkisində nektorik yarpaq dominantdır yoxsa resessivdir? Resesiv, Yaxşı. Bəs uzunsov meyvə dominantdır yoxsa resessivdir? resesiv, Bəs normal yarpaq dominantdır yoxsa resessiv? o dominantdır. Yaxşı. Hündür cücərti. Resesiv, Hündür cücərti xeyr dominantdır. dominantdır. Yaxşı. Davam edirik. Nədir karyotip? Karyotip, xromosomlar cəmi. Somatik hüceyrənin bir nüvəsində olan xromosomlar cəmi. Bəli. İnsan karyotipində neçə xromosom var? 46. Bəs 44. 44 idi müəllim. 46-dır. Yox, 46-dır. Hə, 46-dır o boş. 46. Bəs toyuğun karyotipində neçə xromosom var? Toyuğun karyotipində neçə idi? 30 yox. Hə, 36 idi də. Xeyr. Yox, 78 idi. 78 idi. Pişikdə neçədir? 38. Bəs şimpanzedə? Şimpanze. O yadıma gəlmədi. 48. Hə, Yaxşı. Davam edirik. Hansı kimlə? Nana ilə davam edək. Hansı canlılarda erkəklər cinsiyyəti müəyyən edir, hansı canlılarda dişilər cinsiyyəti müəyyən edir? Sürünənlər, quşlar, kəpənəklər XY olur, yəni dişilər cinsiyyəti müəyyən edir. Məməlilər, suda qurda yaşayanlar, bir də balıqlar. Bunlar isə cinsiyyəti erkək fərdlər müəyyən edir. Və digərlər. Balıqlar qeyd olmuşdu. Olunmuyor, amma onu da özümdən dedim. Yəqin onlar o da.
Bəlkə də. Yaxşı. Drozofil milçəyi var idi. Dedin onu. Drozofil milçəkdə məməlilərdən olduğu kimidir. Bəli. Suda qurdu Məməlilərdə, yaşayanlar. suda qurdu yaşayanlarda drozofil milçəyində cinsiyyəti erkəklər müəyyən edir. Yəni erkək fərdlərdə XY cinsiyyət xromosomları mövcuddur. Bəs hansı canlılarda dişilər X0, erkəklər XX, hansılarında əksinə olur? Ə, ə, Şeydə güvədə ə, erkək bir dəqiqə. Biri güvə idi, o birisi hansı idi? Çəyirtkə, çəyirtkə falan var idi orada. Düz qanadlılar və toxtabitilər var idi. Hə, onlarda erkəkləri X0 olur. Güvədə isə dişisi X0 olur, erkəyi XX olur. Bəli, bəli. Tamam. Davam edək. Fidanla. Fidan bizə cavab verəcək. Nəyi? X cinsi xromosomu ilə ilişikli keçən əlamətlərə nələr misal göstərə bilərik? Məsələn, xəstəliklər X-la keçir. Məsələn, hemofiliyadır, Aha, daltonizmdir. yəni Eee, Başqa var. əzələ atrofiyası. Bu Y-lə keçmir ki. Yox, bu X-la keçir. Hə, şeydir, Y-lə bu dərinin pulcuqlu olması falan idi. Bəli. Qulaqda tüklülük. Hə, bu da bəli. X-lə bir dənə də var idi. Hemofiliya, Pişikdə. daltonizm. Pişikdə. Şey, bu rəngin, alabula rəng. Yalnızca alabula. Başqa nə var ki? Alabula rəng Qara, sarı və kişilər. alabula rəngdə. Hı. Yəni Hə, hər üç bəli, əlamət, hə. hər üç rəngi müəyyən edən genlər X xromosomunda yerləşir. Tamam. Hemofiliya resessiv əlamətdir, yoxsa dominant? Resessiv. Bəs pişikdə sarı rəng resessivdir, dominant. Sarı rəng resessivdir. Bəs pişiklərdə erkək fərdlərdə hansı rənglər var? Yəni qeyd olunan üç rəngdən. Erkək fərddən. Alabula rəng olar. Maalesef. Yox, olmaz. Qara sarı dişi dedi. Başqa nə olar? X, Bu qara sarı böyük dişi B, erkəkdə olmazsa, X, kiçik B, Y, Y. X böyük B, Y nədir? Hansı rəngdir? qara, Qara. X kiçik B nədir? X kiçik B, Y. sarı. Sarı. Alabula olur mu erkəklərdə? Olur da, olmur. Necə olur genotipi? Olmur. Olmur. Evet. Niyə olmur yaxşı? Çünki Y-də yoxdur da. X-da da ancaq. Bəli, yəni alabulanın olması üçün X böyük B, X kiçik B şəklində olmalıdır. Və erkəklərdə də bir dənə X cinsi xromosomu olduğuna görə alabular ən rast gəlinmir. Tamam. Erkəklərdə 2 cür rəng, dişilərdə 3 cür rəng müşahidə olunur. Səbəbin də həmin əlamətin yalnız X cinsi xromosomda nəslə ötürülməsidir. Davam edək. Populyasiya Yes. genetikası Hardy-Weinberg qanunu necə idi? Genetik qanun uyğunluğu öyrənirdi. Nə demişdi? Necə? Deyəm.
Nə demişdi? Deyir ki, bu nə olur, sərbəst çarpazlaşmada genlərin nə isə dəyişmirdi, nəsildən nəslə keçsin nisbi tezliyi. Hə. Bəli. Genlərin nisbi tezliyi dəyişmir. Bunun üçün aşağıdakı şərtlər olmalıdır. Kim tərəfindən həmin o şərtlər qoyulmuşdu? Bu Hardy özü qoymamışdı ki. Hmm. Ya Hardy Weinberg qanununa görə. Hə, yoxsa hansı şərtlər idi? Populyasiya kifayət qədər böyük olmalıdır. Sonra miqrasiya olmamalıdır. Mutasiya olmamalıdır. Nə bilim, sərbəst çarpazlaşma olmamalıdır. Olmalıdır. Orada cümlədə səhvlik olub, adətən deyirəm onu düzəliş eləsinlər. Sərbəst çarpazlaşma olmalıdır. Təsadüfi şəkildə sərbəst çarpazlaşma. Hə, Hə, PDF-də orada yazmışdım. olmamalıdır yazılıb, amma onu düzəliş edib olmalıdır edərsiniz. Başqa nə qaldı? Başqa. Miqrasiya dedik, mutasiya Hı dedik, -hı. sərbəst çarpazlaşma. Ha, Sonra seçmənin təsiri olmamalıdır. seçmənin təsiri olmamalıdır. Bəli. Tamam. Təbii şəraitdə bu özünü doğruldur, yoxsa yox? Hmm, yəqin ki, yox da. Məntiqən yox. Məncə yox. Təbii şəkildə bəli özünü doğrultmur. Çünki miqrasiyada baş verir. Seçmənin təsiri də ola bilər və yaxud ola bilər ki, başqa populyasiyadan gələn fərdlərlə çarpazlaşma olsun. O cəhətdən özünü doğrultmaz. Yaxşı, davam edirik. Kimlə? Nana? Yox, Nanaya sual verdik. Nuhru, qan qruplarına neçə fenotip, neçə genotip var? Deməli 4 fenotip, rezis nəzərə alınsa 8 fenotip, genotip isə deməli 1, 2 oradan 6 dənə. 6 genotip var. Əgər rezis nəzərə alınsa 12, 12 yox, 18. 18. Amma Yaxşı. 18 oradan gəlir. 18'i oradan gəlir ki, bizim o 6 dənənin hər birisində böyük yer, böyük yer, böyük yer, kiçik yer və kiçik yer, kiçik yer olur. Yəni o yanına qoşanda, məsələn, 0-0-ın 3 dənə forması var. 0-0 böyük yer, böyük yer, 0-0 böyük yer, kiçik yer, 0-0 kiçik yer, kiçik yer. Hər birisini o şəkildə yazanda 6 dəfə 3 18 çıxır. Tamam. Genlərin qarşılıqlı təsir formaları kim? Pərvanə, hansılardır? Genlərin qarşılıqlı təsiri Təsir formaları. Nələr aiddir buna? burada üsullar var. Onlar deyirsiniz. Yox, yox. Genlərin qarşılıqlı təsiri. Bayaqları birini izah elədimi? Bayaq deyəndə, yəni dərsin əvvəlində. Sual vermişdi kimsə, səhvləmirsə, Nanə sual vermişdi. Tamam, dominantlıq falan var deyirsiniz. Nəyi? Natamam dominantlıq. Nanə sual vermişdi. Natamam dominantlığı Fidan sual vermişdi. Onun ardınca Nanə də sual verdi. Nanə nə sual vermişdin əvvəldə? Komplementarlığı soruşmuşdum. Bəli. Genlərin qarşılıqlı təsir formalarından biri komplementar təsirdir. Bəs digərləri nədir? Hə, digərləri epistaz var idi, polimeriya var idi. Elə bunlar 3 dənə idi də. Epistaz var idi, polimeriya var idi, bəli, və komplementar təsir var idi. Demək, yaxşı. Böyük A, kiçik A, kiçik B, kiçik B. Qırmızıdır, yoxsa ağdır? Böyük kiçik A, kiçik B, qırmızıdır. Xeyr, ağdır. Yo, ağdır. Hə. Necə olanda qırmızı olur, necə olanda ağ olur? Böyük A, kiçik A, böyük B, kiçik B də qırmızıdır.
Şərt nədir Doğru. ki, qırmızı olması üçün? Bəs necə bildik biz burada qırmızı olmadı, ağ oldu? Buradaki allergenlerle bağlıydı. Yaxşı, Rahilədən Hmm. soruşaq da. Rahilə deyir, mən də buradayım. Rahilə denə. Böyük A ilə böyük B olanda qırmızı olurdu. Amma ancaq böyük A olanda, bir də böyük A olmayanda, kiçiyə olanda, böyük B olanda onda da ağ olurdu. Amma bir dənə böyük A, bir dənə böyük B varsa qırmızıdır. Aha, bir dənə deyəndə, yəni böyük A və böyük B-nin hər ikisi varsa, Hə də, hə elə. yəni Yəni böyük bir birində dənə də varsa. olanda qırmızıdır, iki dənə də olanda yenə də Mhm. qırmızı olacaq. Yaxşı, elə sənlə davam edək. Sən bizə epistatik təsiri izah elə. Ada dovşanlarında olan fenotiplər hansılardır və nə zaman hansı fenotip əmələ gəlir? Elə bil ki, epistazda qeyri-allergenlərdə rənglərin, elə bil ki, gen cütlərinin bir-birini zəiflətməsi baş verirdi. Buna görə də məsələn, qara, bir də ağ dovşanların əmələ gəlməsi, boz dovşanların əmələ gəlməsi ortaya çıxırdı. Məsələn, hər ikisi böyük olanda, böyük hərflər olanda, böyük S ilə böyük A olanda boz dovşan əmələ gəldi. Bütün əlamətlər kiçik S-lər olanda, yəni ki, dominant bir əlamət olmayanda, A da kiçik olanda ağ dovşan olurdu, amma böyük S ilə böyük A yan-yana gələndə boz dovşan əmələ gəldi. Yaxşı, kiçik S ilə böyük A olanda hansı rəng olur? Ağ. Ağ olur. Yəni kiçik S oldusa fərqi yoxdur. Böyük A olsa, kiçik A da olsa yenə də ağ rəng bizə çıxacaq. Bəli. Kiçik S deməli qara rəngin olmaması mənasına gəlir. Yaxşı. Davam edək. Sənə bir dənə də sual verək. Modifikasiya dəyişkənliyinin reaksiya norması nədir? Ay dədə. Amma bilmirəm, mənim yadımdan çıxır o mənim. Kimdən soruşmadın? Hesablamasını bilirəm, amma belə şey bilmirəm. Bir düsturunu denən reaksiya normasını soruşarım başqasına. Bəyim, orada V-ni P-yə vururduq. Elə bil ki, yuxarıda göstərən ölçüləri rast gəlmə tezliyinə vururduq, sonra da ümumi sayına bölürdük. Orta qiymətini tapırdıq. Bəli. Toplayırdıq, sonra bölürdük Bəli. ümumi sayı. Yaxşı. Fidan, nədir reaksiya norması? Bu modifikasiya dəyişkənliyinin hüdudları reaksiya normasıdır. Bəli, yəni aşağı, yuxarı həddi reaksiya norması hesab olunacaq. Tamam. Davam edirik. Deməli, biraz daha sürətləndirsək, dəyişkənliyin hansı növləri var? Məndən soruşursunuz? Fidan. İrsi dəyişkənlik var, mutasiya var. Ümumi olaraq hansı qruplara ayrılır? Mutasiya, kombinativ, korrelyativ. İrsi və qeyri-irsi dəyişkənliyə ayrılır. İrsi dəyişkənlik özü 3 qrupa ayrılır. Mutasiya, kombinativ və korrelyativ dəyişkənlik. Mutasiyanın növləri hansılardır? Xromosom, genom, bir də gen. Xromosom mutasiyasına aid olan xəstəliklər? Lejon sindromu, pişik çığırtısı, hə, Lejon sindromu. Başqa? Leykozun müxtəlif formaları var. Yaxşı. Davam edək. Pərvanə ilə autism dominant xəstəliklər nələrdir? Autism dominant. Bəli. Marfan idi. Bir də nə idi? Marfan sindromu, bir də polidaktiliya idi. Bəli, Marfan sindromu və polidaktiliya. Bəs autism resesiv olanlar? Resesivdə albinizm idi. Bir də nə idi? Fenil, Fenilketonuria idi. Hə. fenilketonuria idi, bəli. Bir də talasemiya orada yazılmamışdı, amma testlərə əsasən biz onu da əlavə edirdik. Talasemiyanı da autism resesivə aid edə bilərik. Tamam.
Davam edək biraz da seleksiya ilə davam edək, sonra vaxtımız qalsa yenə genetikaya qayıdarıq, dəyişkənlikdən də sual verərəm. Nana ilə davam edək. Nana bizə cavab verəcək. Ana kələm bitkisinin mənşə mərkəzi. Aralıq dənizi. Çay. Necə? Çay. Şərqi Asiya mərkəzi. Düyü. Cənubi Asiya tropik mərkəzi. Üzüm. Cənub-Qərbi Asiya. Qarğıdalı. Mərkəzi Amerika. Dənlik sarğı. O Cənubi Amerikadır. Yo, o Həbəşistandır. Həbəşistandır. Sonra pomidor. Pomidor vardı orada. Məncə Elə bir şey olmaz. xatırlamıram. Kim deyə bilər? Cənubi Amerika. Cənubi Amerikadır, bəli. Var idi o. Bilmirəm, cədvələ baxmamışam, amma Cənubi Amerikada olduğunu bilirəm. Coğrafiyadan keçmişəm. Bildim. Aha, o yoxdursa da yadda saxlayarsan da. Bildim. Deməli, sonra yemişin mənşə mərkəzi. O Şərqi Asiya. Yox, Cənub-Qərbi Asiya. Cənub-Qərbi Asiya, bəli. Banan. Həbəşistan. Tamam, davam edək. Kimlə? Deməli, fidanla davam edək. Fidan Vavilovun homoloji sıralar qanunu denən. Bir dəqiqə. Heç nə neynir? Bir növün daxilində baş verən dəyişiklik o birisi növünə də baş verə bilir deyir. Eyni genetik xüsusiyyətə malik olan oxşar növlərdə Elə də bir müşahidə olunur. mənşəcə yaxın olan. Hə. Bəli. Yəni məsələn buğdada olan dəyişiklik çoxlarda müşahidə oluna bilər. Kəlamda olan dəyişiklik turpda müşahidə oluna bilər. Günə baxanda olan dəyişiklik zəndirotunda müşahidə oluna bilər. Buna Vavilovun homoloji sıralar qanunu deyirik. Yağla qaramalın hibridi nədir? Nə? Yağla qaramal. Yox, qaramal, qaytaq, Bəs ağ balığın cökənin hibridi nədir? bester, Buğda ilə çovdarın hibridi? tirtikale, Tritikalı. Sonra buğda ilə arigotun hibridi? çoxillik buğda, Yaxşı. Sonra tut bitkisinin seleksiyası ilə kim məşğul olub? Azərbaycanlı idi. Bəli. Bilmirəm adını. Necə? Adını bilmirəm ki. Adında deyil. Yaxşı, Noğrudan soruşaq. Tut ipək qurdu dediniz. Tut bitkisi. Tut bitkisi. Yo. Tut bitkisi. Astorov. Yo, ipək qurdu idi ya. Yanda değil. Əfəndiyev kim idi? Neyse, İlyas Abdullayev. İlyas Abdullayev. Qarğıdalının seleksiyası ilə kim məşğul olub? Nuru. Xaçinov. Meyvə bitkilərin seleksiyası ilə kim məşğul olub? Miçurin. Xarçəklər fəsiləsindən nümayəndələrin seleksiyası ilə kim məşğul olub? Karpichenko. Günəbaxan seleksiyası ilə kim məşğul olub? Pustovoyt. Azərbaycanda olan üzüm sortları. Deməli, ağ şanı, sarı şanı, yox, qara şanı,
Sonra qızıl üzümlə nə idi? Çəhrayı, Kişmiş. çəhrayı kişmiş. Yaxşı. Rayda ilə davam edək. Rayda süni Bəli. seçmənin formaları hansılardır? Əhilləşdirmə idi. Nə idi? Şuurlu idi, şuursuz idi. Bəli. Metodik çox təbii. Metodikenin növləri hansılardır? Fərdi idi, kütləvi. Hansı öz-özünə, hansı çarpaz ortamında tətbiq olunur? Kütləvidə öz-özünə idi, fərdidə çarpaz Xeyr, əksinə. dedi və səhv çıxdı, bəli. Deməli, yüksək məhsuldarlıqlı fərdlər qohum çarpazlaşmada alınır, yoxsa qohum olmayan çarpazlaşmada? Yüksək məhsuldarlıq qohum çarpazlaşmasında. Yenə ikisi çıxdısa, 5 azalırdı bunda. Qohum olmayanda. Mən bu gün dediklərimin əksini götürək. Heterolis effekti nədir? Mən yaxşı bilmirəm ya buraları. Yüksək yəqin ki, məhsuldarlıq üçün lazım olan fərdlərdir də. Heterozigot fərdlər olur ki, bunların da Fərdlər deyil, məhsuldarlığı elə yüksək olur. əlamətin özüdür. Yəni yüksək məhsuldarlığın əmələ gəlməsi, yüksək keyfiyyətlərin üzə çıxması. Mutasiya anlayışını elmə kim daxil eləmişdi? Bunu yadımdan çıxmışdı soruşum. Sizin yadınızdan çıxırsa mənim də çıxıb. Soruşmaq yadımdan çıxıb da belə özü yadımdan çıxmayıb. Sənin də yadından çıxmamalıdır. Baş hərfin deyil, müəllim yadıma düşəcək. O şərfi deyəndəki 3 hissəli addır. Onda mənim yadımdan çıxıb. Kim? Pərvanə. Mutasiyanı Elmə kim Evet. daxil edir? Mutasya o değil. 3 adlıdır. 3 adlı. Rəcəb Tayyib Ərdoğan. Deyin da müəllim vaxt gedir. Hugo Bionika de Vries. qalıb. Hugo de Vries. Dakika. Onu Hə. da bilmirmişik. Hollanda alimiydi. Bəli, Deyəsən, belə Holland alimi Hugo de Vries. Hə, bəli. Pərvanə, bir dənə izah elə bizə Karpichenko üsulunun mahiyyətini. Niyə aparırlar Karpichenko? Mahiyet. Burada neydi? Bəli. Turpla kələmi şey eləmişdi də, onların hibridlərindən onları hibridləşdirmişdi. Dölsüzlüyün olmaması üçün deyəsən tətbiq eləmişdilər. Elə bir şeydi. Aha. Dölsüz formalar alınsın deyə. Alın, dölsüzlüyün olmaması, yoxsa dölsüz formaların alınması başa düşmədim. Ha, yox, dölsüzlüyün olmaması idi. Aha, dölsüzlüyü aradan qaldırmaq, döllü formaların alınması üçün tətbiq Bəli. edilmişdir. Neynirlər bu zaman? Burada konjugasiya prosesi gedirdi. Meyaz bölünmə ilə baş verir. Sonra turpla kələmin neydi? Kromosomlarını 2 dəfə artırırdı. Ve bu sayede baş verdi. Bir de orada bir şeyden zəhərdən istifadə edirdi. Hansı zəhər? Neydi? Kolxisin idi. Kolxisin Deyəsən, öyle bir şey. zəhərindən istifadə edərək kromosom yığımını 2 dəfə artırmışdı və nəticədə meyoz bölünmə prosesini bərpa eləmişdi. Yaxşı. Davam edək Nana ilə. Nana qonlaşdırma üsulunda neçə qoyundan istifadə olunmuşdu? 3. Hansılar idi? Biri nüvəsi götürülən qoyun idi. Biri somatik hüceyrəsi götürülən qoyun idi. Bir də surroqat ana idi. Yəni Yaxşı. qoyunun formalaşdığı.
Aha, Orqanizm. daşıyıcı, yəni bətnindən istifadə olunan. Əmələ Bəli. gələn Dolly qoyunu bunlardan hansının xüsusiyyətini daşıyırdı? Nüvəsi götürülmüş qoyunun. Bəli, nüvəsi götürülən, istifadə olunan qoyunun xüsusiyyətini daşıyırdı. Yaxşı, davam edək. Fidanla. Fidan qızıl düyü bitkisini kim almışdı? Əhəm. Adamlar soruşmayın, mən deyim. Adamlar düşür də. Demək bilmək lazım. Qız idi bunu da alan, hə? Necə? Qız idi bunu da alan. Yoxsa səhv xatırlayıram. Hı. Bilmirəm adını. Kim? Numru? Sual neydi? Qızıl düyü bitkisini kim alır? Neyi? Qızıl düyü. Gold rice. Potrikus idi, neydi o idi? Bəli. Ingo Patricus. Bəs qarğıdalının gen xəritəsini kim hazırlamışdı? Onu bilmiyorum. Fidan? Bu qız idi, barbar olan idi. Barbara McClintock. Bəs DNT polimeraza reaksiyasını, polimeraza zəncir reaksiyasını kim həyata keçirmişdi? Həm, Kerry Mullis. bəli. Və sonuncu sualımızı Raidəyə verək, axırıncı dəqiqədir. Hansı hormonları gen mühəndisliyi üsulu ilə almaq həyata keçirilmək düşünülür də belə deyək, və yaxud mümkündür. Hansı hormonları Bəli. atıram, Aha, somatotrop, somatotrop, melatonin. melatonin Yox. deyil, atma bunu. Yaxşı. Somatotrop, başqa nə deyə bilərəm? Pas haqqımı kullanıyorum. Son ayda bu dəqiqə niyə bitmədi? Bir dənə də hormon deyim də. Timozin, nə bilim, tiroksin, insulin, Pərvanə, adrenalin, insulin. Sualı deyə bilərsiniz. hansı Tamam. hormonları biotexnoloji üsullarla gen mühəndisliyindən istifadə edərək almaq mümkündür?